Naxçıvanda bugün bu sənəti qrup yaratmış artıq demək olar ki, bir 3 aya yaxındır. Tələbələrin içində həm rəssamı var, belə deyək, həm heykəltaraşı var. Yəni mən belə deyək, hazırladığım bir qabın üstündə çox rahatlıqla heykəltaraşımız işləyir və yaxud hazırladığım hər hansı bir qabın üstündə rəssamımız qəşəng bəzəklər, qədim Azərbaycan ornamentinə uyğun olan bəzəklər işləyir. Naxçıvanda cəmaatın bizim bu sənətə marağı çox, həddindən artıq çox marağı var. Maraqlanırlar, bu qablar hardan gəlib? Yəni, izah edirik ki, bu qablar heç yerdən gəlmir. Bunlar artıq Naxçıvanda istehsal olunur. Biraz vaxt tələb eləyir öyrənmə. Biz də yavaş-yavaş, mərhələ-mərhələ öyrənirik. İşi sevmək lazımdır. Əgər bir işi sevməsən, o işi görməsən yaxşı. Hər yeni qabda daha yaxşı alınır, bir də sevindirici alınır bizim üçün. Amma cəsarət tutan deməyinə görə hələ çox yolumuz var.